Salam əziz müəllimlər və müdavimlər, xoş gördük hər birinizi. Sizlər üçün EMAŞEM test toplusundan morfoloji təhlilinin suallarının ardını izah edirəm. Sual 51-ə baxaq. Xanalardan yalnız birinə yazılacaq cümlələri müəyyən edin. Tərkibində isim və sifət var, tərkibində zərf və əvəzlik yoxdur. Birinci cümləyə baxsaq, çox lazımsız şeyləri çox fikirləşirəm. Burada lazımsız sifət şeyləri isimdir. Birini, yəni birinci cümləni birinci xanaya yaza bilərik. Tərkibində zərf və əvəzlik yoxdur deyir. Tərkibində zərf var, çox zərfi, lakin əvəzlik yoxdur. Yəni biri olub digəri olmadığı üçün, tam şərti ödəmədiyi üçün biz ikinci xanaya biri yaza bilmərik. 2-yə baxaq. Çox dil bilmək bir qıfıla, bir neçə açarla yaxınlaşmaq lazımdır. Yaxınlaşmaq imkanıdır. Burada açar ismi var, lakin sifət olmadığı üçün, tam şərt ödəmədiyi üçün birinci xanaya 2-ni yaza bilmərik. Zərf və əvəzlik yoxdur fikrinə baxaq. Çox dil bilmək, çox burada saydır. Burada zərf və əvəzlik yoxdur bu cümlədə. Ona görə tam olaraq şərt ödədiyi üçün 2-ni yazırıq ikinci xanaya. Daha sonra 3-ə baxaq. Dil həm də ona görə əhəmiyyətlidir ki, onun köməyi ilə biz öz fikirlərimizi gizlədə bilirik. Burada dil isimdir, əhəmiyyətlidir, sifətdir. Həm sifət, həm isim olduğu üçün 3-ü yazırıq birinci xanaya. Lakin bu cümlədə zərf olmadığı üçün əvəzlik var, lakin zərf yoxdur. Tam olaraq əvəzlik və zərf yoxdur şərtini ödəmədiyi üçün, yəni biri var, digəri yoxdur. Tam şərt ödəmədiyi üçün 3-ü digər xanaya yaza bilmərik. 4-ə baxaq. Bugün düşünmədən öyrənmək vaxt itirməkdir. Burada sifət və isim yoxdur. İsim var, vaxt ismi, lakin sifət olmadığı üçün birinci xanaya yaza bilmirik. Eyni zamanda bugün zərfi var, lakin əvəzlik yoxdur. İkinci şərti də tam ödəmədiyi üçün ikinci xanaya da yaza bilmirik. Yəni 4-ü heç birinə yaza bilmərik. 5-ə baxaq. Hər dostluq çətinlikdən keçərək müəyyən olur. Burada deməli, çətinlik nə çətinlik, dostluq nə dostluq, isim var, lakin sifət yoxdur. Ona görə birinci xanaya yaza bilmirik. Eyni zamanda hər təyin əvəzliyi var. Əvəzlik yoxdur, burada yazılmışdı. Amma zərf yoxdur. Burada da biri var, digəri olmadığı üçün, şərti tam ödəmədiyi üçün 5-i də ikinci xanaya da yaza bilmirik. 5 və 4 heç bir xanaya yazılmır. 1 və 3-ü yalnız birinci xanaya, 2-ni isə yalnız ikinci xanaya yazırıq və cavab olur 1, 2, 3, yəni B variantı. Çünki şərtdə bizdən istəmişdik ki, yalnız birinə yazacaq cümlələri tapın. Növbəti sual 52. Nümunənin təhlillə bağlı hansı fikirlər doğrudur? Bostana dadanmış həşəratları məhv etmək üçün minlərlə üsul fikirləşmişdim, amma heç biri işə yaramadı. Altından xətt çəkilən söz məlum növdə olan quruluqca düzəltmə feili sifətdir. Dad, dadan, dadanmış, mış feil sifətin şəkilçisidir, məlum növdədir və quruluqca düzəltmədir. Bu fikir doğrudur. Sonuncu isim yönlük haldadır. Bostana dadanmış həşəratları məhv etmək üçün minlərlə üsul fikirləşmişdim, amma heç biri işə yaramadı. İşə yaramadı da işəni götürüb yönlük hal şəkilçili isim fikirləşməyin. Çünki işə yaramaq frazoloji birləşmədir və frazoloji birləşmə daxilində biz ona müstəqil isim kimi baxıb, orada işəni yönlük hallı isim kimi götürə bilmərik. Bu frazoloji birləşmənin tərkibində bir leksik vahid yaradıbdır. Bizim sonuncu isimimiz üsul sözüdür. Üsul fikirləşmişdim, üsulu fikirləşmişdim. Və üsulda qeyri-müəyyən təsirli haldadır, yönlük halda deyil. Bu fikir səhvdir. Həm feil sifət, həm də məsdər tərkibi işlənmişdi. Fikirləşmişdim, nəyi üsulu, nə qədər üsul minlərlə, nə üçün, nə səbəbə, daha doğrusu nə məqsədə maq plus üçün var burada. Həşəratları məhv etmək üçün məqsəd zərfliyi tərkib yaradıbdır. Hansı həşəratları məhv etmək üçün? Bostana dadanmış. Burada isə feil sifət tərkibi var. Həm feil sifət, həm də məsdər tərkib yaradıbdır. Bu doğrudur. Təsiri hallı 2 isim var. Üsul fikirləşmişdim, üsulu fikirləşmişdim. Qeyri-müəyyən təsiri halda, həşəratları da müəyyən təsiri haldadır. Yəni qeyri-müəyyən təsiri halda deyil. 2 isim var. Doğrudur. Başqa təsiri hallı isim yoxdur. Saylardan sonra gələn isimlər heç vaxt cəmdə, saydan sonra gələn isim heç vaxt cəmdə işlənə bilmir. Burada say minlərlədir. Minlərlədən sonra say isim, yəni cəmdə də gələ bilər, təkdə də gələ bilər. Heç vaxt cəmdə ola bilmir fikri yanlışdır. Doğru cavab 1, 3, 4 olur C variantında. Sual 53. Müqayisə edərək ortaq və fərqli cəhətləri seçin. Müəllimdən əvvəl səni soruşdum, fəqət incə getdiyini demədi. Bura çox da riskalı idi. Bəzi əşyaları da hələ evin bağçasına yığmışdıq. Ortaq və fərqli cəhətlərə baxaq. Cümlədə qüvvətləndirici ədəd və tabiəsiz bağlayıcısı var. Qüvvətləndirici ədəd indicə, C burada qüvvətləndirici ədəddir. Çox da riskal, çox burada qüvvətləndirici ədəddir. Tabiəsiz bağlayıcısı fəqət var, ikincidə isə da var. Hər ikisində hər iki tələb ödəndiyi üçün ortaq fikirdir. Bu doğrudur. Cümlədə qoşmanın olub olmadığını dəqiq demək olur. Müəllimdən əvvəl səni soruşdum. Müəllimdən
Əvvəl səni soruşdum. Yəni əvvəlcə birinci səni soruşdum. Burada zərf kimi düşünmək olur. Müəllimdən əvvəl, müəllimdən qabaq səni soruşdum. Burada isə deməli qoşma kimi düşünmək olur. Ona görə də birinci cümlədə qoşmanın işlənib işlənmədiyi dəqiq deyil. Burada dəqiq demək olur deyir. Bu fikir yanlışdır. İkinci cümlədə də baxsaq, bura çox darısqaldır. Bəzi əşyaları da hələ evin bağçasına yığmışdıq. Burada isə ümumiyyətlə qoşma yoxdur. Yəni bunu dəqiqliklə demək olar qoşmanın olmadan, amma birinci cümlə haqqında deyə bilmədiyim üçün ortaq yox, fərqli xüsusiyyət idi bu. İndi isə fərqli cəhətlərə baxaq. Cümlədə da bağlayıcısının omonim tayı iştirak edir. Da bağlayıcısının omonim tayı da ədatıdır. Heç bir cümlədə da ədatı yoxdur. Yəni ikinci cümlədə olan da bağlayıcıdır. Bağlayıcı da bağlayıcı ilə omonimliyi təşkil etmir təbii ki. Söhbət da bağlayıcısından gedir, ədatla omonimliyi təşkil edir. O da burada ədat yoxdur, yəni da ədatı yoxdur. Bu hər ikisi haqqında yanlışdır. Yəni nə ortaq, nə də fərqli götürülə bilməz. Daha sonra digərinə baxaq. Cümlədə düzəltmə sifət və yönlük halda olan düzəltmə isim var. Düzəltmə sifət darısqal düzəltmə sifətdir. Dar, darısqal, darısqal düzəltmə sifətdir. Sözün kökü orada dardır. Daha sonra düzəltmə sifət var. Yönlük halda olan düzəltmə isim bağçasına, bağ, bağça düzəltmə isimdir və yönlük haldadır. Birinci cümlədə isə müəllim isim, əvvəl səni soruşdum fəqət incə getdin demədi. Orada sifət yoxdur, o da qalsın ki, düzəltmə axtaraq. Ümumiyyətlə sifət yoxdur cümlədə. Ona görə bu da yalnız bir cümlə haqqında doğru olduğu üçün fərqli xüsusiyyətdir. Cavab olur 1 və 4, yəni E variantı. Daha sonra sual 54. Hansı cümlələrdə müxtəlif cür düşünülən söz var? Deməli, qazanları indi daşıdın. Qazanları indi daşıdın. Yəni yer qazanları mənasında olur. Fe'l sifət kimi düşünmək olar. Bir də qazanları, yemək bişirilən qazanı indi daşıdın. Yəni orada sözü həm fe'l sifət, həm də isim kimi düşünmək olar. Birdir. Qoy ağacları yerinə qoyaq. Qoy burada əmr ədatıdır. Ağac isimdir. Yerinə qoyaq. Burada fərqli düşünülə biləcək söz yoxdur. Kəndə sarı maşın gəlirdi. Burada sarını sifət kimi də düşünmək olar. Kəndə sarı maşın gəlirdi. Bir də kəndə sarı maşın gəlirdi. Kəndə tərəf sarını qoşma kimi də düşünmək olar. Bayaqdan burada sərnişin gözləyir. Bayaqdan burada sərnişin gözləyir. Bunu düşünmək olar ki, gözləyir. Kim gözləyir? Sərnişin gözləyir. Bir də bunu qeyri-müəyyən təsirli halda düşünmək olar ki, bayaqdan burada sərnişini gözləyir. Burada artıq fərqli mənada işlənir. Həm təsirlik, həm də adlı halda düşünmək olur. Yəni iki cür düşünmək olur. Sabah işçilərdən biri başqa işçi də gətirəcəkdir. Gətirəcək kim? İşçilərdən biri. Burada mübtədə yalnız işçilərdən biridir. İşçini də gətirəcək. Bu da qeyri-müəyyən təsirlik halda kimi düşünmək olur. Adlı halda olan isim kimi düşünmək olmur. Və sözlərdən heç birini başqa cür, yəni müxtəlif cür düşünmək olmur. Daha sonra şəhərə getsə belə sizi unutmamışdır. Burada da belə sa plus belədən sonra gəldiyi üçün ədatdır. Siz əvəzlikdir, unutmamaq feildir, şəhərdə isimdir. Heç bir sözü fərqli düşünmək olmur. Cavab olur 1, 3, 4, yəni B variantı. Daha sonra sual 55-ə baxaq. Deməli, klasteri tamamlayın. Təsriflənməyən feil mürəkkəbdir, məlum növdədir. 2 dənə cümlə verilibdir A-da və B-də. Sağlam olmaq həyat döyüşündə müvəffəqiyyətin birinci şərtidir. Təsriflənməyən feil sağlam olmaqdır və mürəkkəbdir. Kimsə kimsəni razı olmadan idarə edə bilməz. Razı olmadan bu da mürəkkəbdir və təsriflənməyən feildir. 1-ə yazaq A, 1-ə B. İndi isə 2-ni tamamlamalıyıq. Əsas nitq hissələrindən yalnız 3 iştirak edib. Sağlam olmaq feil, həyat isim, döyüş isim, müvəffəqiyyət isim, birinci, say, şərt isimdir. Fərqli 3 əsas nitq hissəsi işlənib, yəni isim, feil və say. Ona görə 1-ə A yazdıqda 2-yə C-ni yaza bilərik. İkinci cümləyə baxaq. Kimsə kimsəni razı olmadan idarə edə bilməz. İdarə edə bilməz feil, razı olmadan feil, kimsə, kimsəni hər ikisi də əvəzlikdir. Burada isə 2 fərqli nitq hissəsi işlənib, 3 fərqli nitq hissəsi işlənməyibdir. Ona görə 1-ə B yazanda 2-yə C yaza bilmərik. Daha sonra baxaq D-yə. Cümlədə isimlər olsa da əvəzlik yoxdur. Sağlam olmaq həyat döyüşündə müvəffəqiyyətin birinci şərtidir. Cümlədə isim var. Həyat isim, döyüş isim, müvəffəqiyyət isim, şərt isim, lakin cümlədə əvəzlik yoxdur. Ona görə bu fikir doğru olduğu üçün 1-ə A yazanda 2-yə D-ni yaza bilərik. Lakin ikinci cümlədə əvəzlik olduğu üçün D-ni ikinciyə yaza bilmirik. Yəni ikinci cümləyə aid olmur. Cümlədə 2 feil var. Onlar quruluqca eyni növdədir.
Birinci cümlədə sağlam olmaq yalnız bir feil var. İkinci cümlədə isə iki feil var. Razı olmadan və idarə edə bilməz. Hər ikisi qurluca mürəkkəbdir. 1-ə B yazanda 2-yə eyni yaza bilirik. Cümlədəki isimlərin hamısı fərqli hallardadır. B-də isim yoxdur. A-da isə həyat, döyüşündə və müvəffəqiyyətin şərti sözləri isimdir. Həyat döyüşündə, həyatın döyüşündə yəlikdədir. Döyüşündə yerlik haldadır. Müvəffəqiyyətin in burada yəlik haldadır. Həyat da, müvəffəqiyyət də hər ikisi yəlik haldadır. Lakin burada qeyd olunub ki, hamısı fərqli hallardadır. Yanlışdır. Hamısı fərqli halda deyil. Ən azı gördük ki, ikisi eyni haldadır. Bu da birinci cümlə haqqında doğru deyil. İkinci cümlə haqqında da ümumiyyətlə isim olduğu üçün doğru deyil. F-i heç birinə götürə bilmirik. Cavab olur 1-ə A, 2-yə C, D. 1-ə A, 2-yə C, D götürürük. Yaxud da cavabda 1-ə B, 2-yə Y olsa bu şəkildə də cavab götürə bilərdik. 1-ə A, 2-yə C, D olur A variantında. Yəni F doğru olmadığı üçün variantı çıxmaqla da tapa bilərdiniz ki, F heç birinə aid edilmir. 1-ə B yazanda 2-yə C-ni də yaza bilmərik. Çünki C-də cümlədəki isimlər olsa da əvəzlik yoxdur deyir. Amma cümlədə əksinə əvəzlik var, isim yoxdur. Yəni C-ni və D-ni B-yə götürə bilmirdik. 1-ə B yazanda 2-yə D-ni götürə bilmirdik. Y də aid edilmirdi. Çünki daha doğrusu Y aid edilirdi. 1-ə B yazanda 2-yə C-ni yaza bilmirdik. B-də 1-ə C-yi yazdığı üçün, yəni B-ni də götürə bilmirdik. Sadəcə E olsaydı cavab götürərdik. Lakin C olduğu üçün götürülmür. Çünki C-dəki fikir B-ni ödəmir. Orada 3 fərqli nitq hissəsi yox idi. Cavab oldu A variantı. Sual 56. Nümunədə neçə fərqli nitq hissəsi var? Bu an, zərf, çox fərqli, çox ədat, fərqli sifət. Bu an çox fərqli bir hadisə ilə qarşılaşacağımı düşündüm. Sonra hadisə burada isim ilə, hadisə ilə qarşılaşacağımı ilə qoşmaq, qarşılaşmaq da feildir. Deməli, burada bu an çox fərqli bir hadisə ilə qarşılaşacağımı düşündüm. Burada bir hesab olunur ədat. Çünki bu an çox fərqli iki hadisə ilə qarşılaşacağımı düşündüm. Yox, bu an çox fərqli bir hadisə ilə qarşılaşacağımı düşündüm. Bu da ədatdır. Çox ədat olduğu üçün burada bir ayrıca götürmürük. Düşündüm də qarşılaşacağım hər ikisi feil olduğu üçün birini götürürük, ikisini götürmürük. Çünki fərqli nitq hissəsinin sayını soruşurdu. Və burada fərqli nitq hissəsinin sayı olacaqdı 6 dənə. Cavab olur E. Sual 57. Hansı fikirlər doğrudur? Düz sözü yaxşı sözü kimi həm əsas həm də köməkçi nitq hissəsi kimi işlənə bilir. Düzdür. Düz ədat olur. Eyni zamanda sifət olur, isim olur. Yaxşı da həm modal, həm də sifət və zərf ola bilir. Artıq sözü ötəri sözü kimi həm əsas həm köməkçi nitq hissəsi olur. Artıq sözü olur, lakin ötəri sözü köməkçi nitq hissəsi ola bilmir. O ötürü qoşmazdı. Ötəri köməkçi nitq hissəsi yoxdur. B səhvdir. Ölüm sözü həm isim, həm feil kimi düşünmək olar. Doğrudur. Mən ölüm əmr şəklində olur. Bir də ölməkdən ölüm ismi yaranır. Həm leksik, həm qrammatik kimi düşünmək olur. Həm isim, həm feil olur. Bu düzdür. Təki sözü ha sözü kimi ədatın ki müxtəlif məna növündə işlənir. Ha ki müxtəlif məna növündə işlənir, lakin təki yox, yanlışdır. Əlləri ilə ayağını ilişmiş teli açırdı cümləsində qoşmanın olub-olmadığını dəqiq demək olur. Yanlışdır. Burada iləni həm qoşma, həm də bağlayıcı kimi düşünmək olar. Əlləri ilə ayağını ilişmiş teli açırdı. Bir də əlləri və ayağını ilişmiş teli. İki cür düşünə bilirik. Əminliklə deyə bilmirik. Cavab olur A, C, yəni C variantı. Sual 58. Morfoloji təhlillə bağlı yanlışı soruşur. Durnalar beləcə uçub gedirdi, yelpik qanadını açıb gedirdi. Onda da toy düyün fəsli idi payız, onda da sədalı səsli idi payız. Yanlış fikirləri tapmalıyıq. Düzəltmə zərflər işlənmişdi. Onda hər ikisi düzəltmə zərfdir. Ona görə doğru olduğu üçün götürmürük. İlk misrada ədat qoşulmuş zərf var. Beləcə ədatdır, lakin belə burada əvəzlikdir, zərf deyil. 2 səhvdir. Xəbər şəklindəki feillər hissəciklə işlənibdir. Gedirdi. Burada get sözün kökü, ir zaman, di isə hissəcikdir hər ikisində. Bu doğrudur. Kökü əvəzlik olan 2 zərf var. Onda, hər ikisi zərfdir, zaman zərfidir və kökləri o əvəzlidir. Bu doğrudur. Qeyri-müəyyən təsiri kallı yalnız bir söz var. Durnalar beləcə uçub gedirdi. Yelpik qanadını açıb gedirdi. Deməli, qanadını açıb gedirdi. Onda da toy düyün fəsli idi, payız. Onda da sədalı səsli idi, payız. Burada qeyri-müəyyən təsiri kallı yox, təsirli kalda, müəyyən təsiri kalda olan isim var, qanadını. Yəni qeyri-müəyyən təsiri kalda olan söz yoxdur. Ona görə bu fikir də yanlışdır. Yanlışı da götürürük. Cavab olur 2-5, yəni B variantı. Daha sonra sual 59. Güllər də yaralanır,
daşlar da aralanır, yağış var, damlaları yerə düşən kimi yanar. Aralanar, daha doğrusu güllər də yaralanar, daşlar da aralanar, yağış var, damlaları yerə düşən kimi yanar. Cümlənin morfoloji təhlillə bağlı uyğunluğu doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyik. Belə ki, cümlədəki qoşma bənzətmə çaları ifadə edir. Yanar, nə vaxt, nə zaman yerə düşən kimi bənzətmə çaları yaratmır, yanlışdır. İlk misradakı feil qeyri-qəti gələcək zamanda olan və kökü feil olan sözdür. Yaralanar sözüdür burada. Sözün kökü yarmaq, yar, yara, yarala, yaralan, yaralanar. Sözün təhlili bu şəkildədir. Sözün kökü feildir, bəli. Eyni zamanda arər qeyri-qəti gələcək zamandadır. Bu doğrudur. İsimlərdən ikisi formaca cəmdə. Güllər, daşlar, damlalar. Üçü cəmdədir, ikisi yox. Biri isə yalnız məzmunca cəmdədir. Burada ikisi formaca cəmdədir fikri yanlışdır. Çünki isimlərdən ikisi yox, üçü. Formaca cəmdə olması isə lar cəm şəkilçisini qəbul etməsi demək idi. Bu fikir yanlışdır. Məzmunca cəmdə olmaq isə əsasən toplu isimlər götürülür. Toplu isimlər məzmunca cəmdə olur. Məsələn, ilxı məzmunca cəmdədir, lakin formaca təkdədir. Çünki üzərində lar cəm şəkilçisi yoxdur. 3 yanlış olduğu üçün götürülmür. İndi isə yanlışa baxaq. Nümunədəki bağlayıcıların sintaktik vəzifəsinə görə eyni qrupda yer alır. Bağlayıcı burada güllər də, daşlar da hər ikisi iştirak bağlayıcıdır və hər ikisi sintaktik vəzifəsinə görə tabisiz bağlayıcıdır. Eyni qrupda yer alır. Doğrudur. Doğrunu götürmürük yanlışdan. Cümlədəki təsvirlənməyən feil tərkib yaratmayıbdır. Yanar, nə vaxt, nə zaman yerə düşən kimi. Burada tərkib yaradıbdır. Burada isə yaratmayıb deyir, yanlışdır. Doğrudan doğru 2, yanlışdan yanlış 5, cavab olur C. Sual 60. Cədvəldəki uyğunsuzluqları müəyyən edin. Qardaşım doyunca 7 cümləsində qoşma yoxdur. Bəli, doyunca sözündə ınca burada feili bağlamanın şəkilçisidir, qoşma yoxdur. Buradakı ca qoşma deyil. Bu fikir doğrudur. Burada doğru yazıldığı üçün bu uyğunluqdur. Bizdən uyğunsuzluq, yəni səhv istəyirdi. Çoxlu kitab oxusam da yenə oxumaq istəyirəm cümləsində saydan sonra gələn ismin cəmdə olması yanlışdır. Burada çoxludan sonra isim cəmdə gəlibdir və burada ismin cəmdə gəlməyi yanlış deyil, doğrudur. Yəni çoxludan sonra isim cəmdə gələ bilər. Bu fikir yanlışdır. Burada da yanlış yazıldığı üçün bu uyğunluqdur. Uyğunluğu götürmürük. 3-ə afərin oğlum və əhsən oğlum cümlələrinin birində nida işlənib. Burada afərin, əhsən hər ikisi, deməli afərin oğlum və əhsən oğlum birində nida işlənib deyir. Bu fikir yanlışdır. Əhsən, afərin hər ikisində nida var. Fikir yanlış. Burada isə doğru olduğu üçün uyğunsuzluğun biri 3-dür. Baxışım heyrətdə, gözüm heyrətdə, elə bil nadanam, görməmişəm mən. Nümunədə sifət işlənmişdi. Bəli, nadan sifətdir. Burada isə yanlış yazıldığı üçün uyğunsuzluqdur. Qalibin gəldiyinə rast gəlməmişəm cümləsində isim birləşmə var. Qalibin gəldiyinə dık plus mənsubiyyət feil sifətin şəkilçisidir və burada müstəqil mənsubiyyət olmadığı üçün bu üçüncü nöqtəyin söz birləşməsi yox, feili birləşmə, yəni feil sifət tərkibi gedir. Belə ki, bu isim birləşmə yox, feili birləşmədir. Fikir yanlışdır. Burada isə doğru yazıldığı üçün uyğunsuzluqdur. Və burada da cavab olur 3, 4, 5. Yəni 3, 4, 5 C variantında. Daha sonra baxaq sual 61-ə. Cümlənin morfoloji təhlillə bağlı verilən fikir yanlışdırsa, qarşısındakı xana qara, doğrudursa, qarşısındakı xana ağ rəngdə olmalıdır. Hansı variantda bu şərt pozulub? Onun sönməz ümidi bizi irəliyə doğru aparır, əlçatmaz arzularımızı əlçatan edir. Baxaq A variantına. Cümlənin sonuncu mürəkkəb feilinin tərkib hissələri sifət plus etmək kimidir. Əlçatan mürəkkəb sifət, etmək də deməli feildir ki, ol, et, bil, qıl sözləri əsasən birləşib birlikdə mürəkkəb feil yaradır. Əlçatan etmək də bəli, mürəkkəb feil yaradır. Bu doğru fikirdir. Cümlədə 2 düzəltməz sifət var. Deməli, sönməz düzəltmə sifətdir, əlçatmaz isə mürəkkəbdir. Başqa da sifət yoxdur. 2 düzəltmə sifət var fikri yanlışdır. 1 düzəltmə, 1 mürəkkəb sifət var. Yer zərfi quruluşca sadədir. Yer zərfi burada irəliyədir. Cümlədəki yeganə zərfdir. Bəli, cümlədə başqa zərf yoxdur. Bu fikir doğrudur. Cümlədəki isimlər adlı qaldadır. Ümidi, deməli, onun ümidi burada adlı qaldadır, mənsubiyyət qəbul edibdir. Əlçatmaz arzularımızı, nəyi arzularımızı? Buradakı ı isə təsirik haldır. Ona görə isimlər adlı qaldadır fikri yanlışdır. Həm təsirik, həm adlı qaldadır. Həm feil sifət, həm də mürəkkəb feil var.
Fe'li sifət yoxdur cümlədə. Əlçatan etmək birlikdə mürəkkəb fe'l yaradır. Eyni zamanda əlçatan mürəkkəb sifətdir. Fe'li sifət deyil. Yəni mürəkkəb sifət üstəgələk etmək birlikdə mürəkkəb fe'l yaradıbdır. Burada fe'li sifət olmadığı üçün, yalnız mürəkkəb fe'l olduğu üçün, yəni mürəkkəb fe'l var, lakin fe'l sifət olmadığı üçün fikir yanlışdır. İndi isə şərtdə dediyinə baxaq. Deməli, morfoloji təhlillə bağlı verilən fikirlər yanlış olduqda qara, qaralar yanlış idi. Burada ağlar isə doğru olmalıdır. Doğrudur, ağdır. Deməli, bu düzdür. İkincidə yanlışdır. Burada qaradır. Bu da uyğunluqdur. Üçüncüdə doğrudur, ağdır. Bu da uyğunluqdur. Dörddə qaradır. Yanlışdır. Bu da uyğunluqdur. Beşincidə isə fikir yanlışdır. Lakin burada ağ yazıb. Əslində qara olmalıydı. Elə uyğunluq pozulan şərt olur E variantında. Daha sonra sual 62. Morfoloji təhlillə bağlı yanlış fikri seçin, yəni yanlışı tapmalıyıq. Ürəyimin hökmü ilə dolanmışam, yaşamışam. Sellər kimi bulanmışam, durulmuşam, yaşamışam. İşarəli sözlərin qrammatik məna növü eynidir. Dolanmışam və durulmuşam sözləri. Dolamaq, dolanmaq, durmaq, durulmaq. Deməli, durulmuşam, dolanmışam. Bu sözlər hər ikisi qayıdış növdədir və qrammatik məna növləri eynidir. İlk misrada mənsubiyyət çəkicili iki söz var. Ürəyimin hökmü, mənim ürəyim, ürəyimin hökmü. Bəli, mənsubiyyət çəkicili iki isim var. Bu doğrudur. İkinci misrada kökü homonim olan düzəltmə fe'l var. İkinci misrada yaşamışam sözüdür. Sözün kökü yaşdır və yaş sözü homonimdir. Yaş insanın yaşı, eyni zamanda sifət kimi yaş. Bu doğrudur. Üçüncü misrada keçmiş zamanda olan fe'l sadədir. Bulanmışam sözü keçmiş zamandadır. Lakin bulanmışam sözü sadə yox, düzəltmə sözdür. Bulamaqdan bulanmaq yaranır, yəni nıl leksik şəkilcidir. Sadə yox, düzəltmə olduğu üçün yanlış olan D-dir. Köməkçi intiqsələrindən yalnız qoşma var. Hökmü ilə qoşmadır. Dolanmışam, yaşamışam, sellər kimi də qoşmadır. Bəli, başqa köməkçi intiqsəsi yoxdur. Doğru cavab oldu D. Sual 63. Hansı cümlənin təhlillə bağlı daha çox fikir var? Tünd qara hərflərlə fərqləndirilən hissə quruluşça düzəltmədir. Cömərtlik sözü quruluşça düzəltmədir. Bu doğru fikirdir. Cümlədə iki adi dərəcəli sifət var və onlardan biri sadə, digəri düzəltmədir. Az adamın ən pis adama dözmək cömərtliyi var. Burada sadəcə pis sifətdir, başqa sifət yoxdur. Cömərtlik isimdir, düzəltmə isimdir. Və burada iki adi dərəcəli sifət olduğu deyir. Fikir yanlışdır, çünki iki heç sifət yoxdur. Eyni zamanda ən pis də çoxaltma dərəcəsindədir. Cümlədə iki fərqli nitq hissəsinə aid mürəkkəb söz tapmaq olar. Deməli, burada az adamın ən pis adama dözmək cömərtliyi var. Xeyr, mürəkkəb sözü yoxdur, fikir səhvdir. Cümlədə köməkçi nitq hissəsi var, ən köməkçi nitq hissəsi var, doğrudur. Burada iki fikir doğrudur. Digər cümləyə baxaq. Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır. Tünd qara hərflə verilmiş söz quruluşca düzəltmədirmi? Xoşbəxtlik xeyr, quruluşca mürəkkəb isimdir. Bu yanlış fikirdir. Cümlədə iki adi dərəcəli sifət, xoşbəxt olmaq mürəkkəb fe'ldir, xoşbəxtlik isimdir. Burada lazımdır predikativ söz xəbərdir. Burada sifət yoxdur, bu da yanlışdır. Cümlədə iki fərqli nitq hissəsinə aid mürəkkəb söz tapmaq olar. Xoşbəxtlik mürəkkəb isim, xoşbəxt olmaq mürəkkəb fe'ldir. Bu doğrudur. Cümlədə köməkçi nitq hissəsi var, üçün qoşması var, doğrudur. C-yə baxaq. Qoy kül olum yana-yana, mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə qovuşar bədbəxtliklər aydınlığa? Tünd qara hərflə fərqləndirilmiş söz quruluşca düzəltmədirmi? Aydınlıq, bəli, düzəltmədir. Sifət deyil, bəli, aydınlıq isimdir. Bu doğru. Cümlədə iki adi dərəcəli sifət var. Baxaq. Qoy kül olum yana-yana, mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə qovuşar? Bədbəxtlik isimdir, sifət deyil. Cümlədə sifət olmadığı üçün bu fikir yanlışdır. Üçüncüyə baxaq. Cümlədə iki fərqli nitq hissəsinə aid mürəkkəb söz var. Yana-yana mürəkkəb sözdür. Bədbəxtlikdə mürəkkəb isimdir. Qoy kül olum yana-yana yanaraq fe'li bağlamadır. Bədbəxtlikdə mürəkkəb isimdir. Bəli, iki fərqli nitq hissəsinə aid mürəkkəb söz var. Bu düzdür. Cümlədə köməkçi nitq hissəsi var. Qoy burada əmr ədatı köməkçi nitq hissəsi də var. Bu fikirdə düzdür. Baxaq deyə. Tünd qara hərflə verilmiş söz quruluşca düzəltmədirmi? Nadanlıq, bəli, quruluşca düzəltmədir və sifət deyil. Bu doğrudur. Cümlədə iki adi dərəcəli sifət qürurla birləşdikdə təhlükəli olur. Sifət yoxdur. Cümlədə iki fərqli nitq hissəsinə aid mürəkkəb söz tapmaq olar.
Burada təhlükəli olur. Sadəcə bir dənə mürəkkəb söz var ki, yox. Cümlədə köməkçi hissəsi var. Qürurla birləşdikdə təhlükəli olur. Nadanlıq qürur ilə birləşdikdə təhlükəli olur. Burada bir dənə köməkçi hissəsi var. Qürur ilə. Bu da doğrudur. E-yə baxaq. Ruhani dünyanın ülviyyətinə qovuşanların cismani dünyada qazancı olmur. Ruhani dünya hansı dünya? Qurluqca düzəltmədir və sifət deyil, yox, sifətdir. Adi dərəcəli sifət ruhani dünyanın ülviyyətinə qovuşanları cismani dünyada. İki sifət var və adi dərəcədədir. Bu doğrudur. Lakin biri sadə, biri düzəltmədir. Yanlışdır. Hər ikisi düzəltmədir. Ruhani də, cismani də düzəltmədir. Ona görə birinci fikir səhvdir. Daha doğrusu birinci səhv idi, ikinci də səhvdir. Cümlədə iki fərqli nitq hissəsinə aid mürəkkəb söz var. Dünyada qazancı olmur. Olmur. Nə olmur? Qazancı. Dünyanın ülviyyətinə mürəkkəb söz yoxdur. Burada yanlışdır. Köməkçi nitq hissəsi var. Ruhani dünyanın ülviyyətinə qovuşanların cismani dünyada da qazancı olmur. Bu da yanlışdır. Köməkçi nitq hissəsi yoxdur. İndi isə daha çox fikrin düz olduğu cümləni soruşurdu. 3 fikrin doğru olduğu cümlə olur C variantında. Digərlərində isə ya 2-dir, ya da hamısı səhv olanda Y variantıdır. Sual 64. Doğru, yanlış, doğru, yanlış, doğru ardıcıllığı ilə sıralanmalıdır. Hansı variantda bu şərt pozulubdur? Deməli, birinci doğru, ikinci yanlış, üçüncü doğru, dördüncü yanlış, beşinci isə doğru olmalıdır. Baxaq görək hansında şərt pozulub. Nümunədə düzəltmə isim yoxdur. Məni yad eləmə, özgə ol, yad ol, oyun olmasın, məktublar. Məktub burada isimdir, sadədir, ömür sadədir, alicənab ol, yandır xatirəmi, o məktubları. Bəli, burada düzəltmə isim yoxdur. Bu fikir düzdür. Mənsubiyyət çəkicili bütün isimlərin aid olduğu şəxsi ayrılıqda müəyyən etmək olur. Məni yad eləmə, ömründə bircə yol alicənab ol. Deməli, sənin ömründə bircə yol alicənab ol. Onun ömründə bircə yol alicənab ol. Burada deməli, şəxsini dəqiq müəyyən etmək olur deyir, amma şəxsini dəqiq müəyyən etmək olmur. Həm ömründə sözü, həm ikinci şəxsin təkində, həm də üçün təkində düşünmək olar. Ona görə bu fikir yanlışdır. Burada yanlış olduğu üçün bu da uyğunluqdur. Omonimliyə malik arzu ədatı əmr şəklində feil olan cümlədə işlənmişdir. Omonimliyə malik olan arzu ədatı. Məni yad eləmə, özgə ol, yad ol, oyun olmasın, məktublar barı. Barı arzu ədatı olsa da omonimliyə malik deyil. Çünki vurğu fərqi var, omonim sayılmır. Ömründə bircə yol alicənab ol, burada isə bircə yol qüvvətlendirici ədat. Yəni cümlədə omonimli olan arzu ədatı olmadığı üçün bu fikir elə yanlışdır. Əslində yanlış olmalıdır, amma burada doğru yazıldığı üçün uyğunluq pozulan C-dir. Fərqləndirilən hissə məhdudlaşdırıcı ədatdır. Xeyr, yanlışdır. Məhdudlaşdırıcı yox, qüvvətlendirici. İlk misrada müxtəlif mürəkkəb feillər var. Yad eləmə, özgə ol, yad ol. Yad eləmək, özgə ol, yad ol. Bəli, burada mürəkkəb feillərdir. Bu da doğrudur. Uyğunluq pozulan oldu C variantında. Sual 65. Nümunənin təhlilinə aid olan fikri seçin. Belə əyri baxış bəs etdi ki, bütün heyət onun dedikləri razılaşsın. Düzəltmə, deməli, tərz hərəkət zərfi var. Düzəltmə tərz hərəkət zərfi yoxdur, yanlışdır. İkinci cümlədəki ilk əvəzlik, yəni bütün, ayrılıqda sifət kimi çıxış edə bilməz, yanlışdır. Bütün həm sifət, həm zərf, həm də əvəzlik ola bilir, bu yanlışdır. Düzəltmə sifət, düzəltmə ismi izah edir. Düzəltmə sifət burada əyridir, əyməkdən əyri. Baxış da isimdir, baxmaqdan baxış. Yəni, düzəltmə sifət, düzəltmə ismi izah edir, əyri baxış. Bu doğrudur. Feillərdən yalnız sadə feilə aid nümunə yoxdur. Bəs etdi, mürəkkəbdir, dedikləri sadədir, razılaşsın, bu da düzəltmədir. Fikir yanlışdır. Həm sadə, həm düzəltmə, həm mürəkkəb var. Sifətlə başlayıb əmr şəklində olan düzəltmə feillə bitir. Belə sifət deyil, belə əvəzlikdir. Sadəcə sifət əvəzlidir, buna görə hansı sualına cavab verir. Belə əyri baxış bəs edər. Amma sifət deyil, əvəzlikdir, şar əvəzlikdir. Bu da səhvdir. Doğru olan oldu C variantında. Daha sonra sual 66. Xəyali cümlə haqqında 3 məlumatımız var və bunlar haqqında deməli, doğru fikri əminliklə demək olar. Tərəfləri ayrı yazılan mürəkkəb söz yoxdur. Əgər cümlə yalnız isim və sifətdən ibarətdirsə, təbii ki, burada ayrı yazılan mürəkkəb söz olmaz. Çünki mürəkkəb isim və mürəkkəb sifət ayrı yazıla bilmir. Bu doğrudur. Cümlədə adlı kallı isim var. Bunu dəqiq deyə bilmərik. Ola bilər ki, yerlik halda olsun, çıxışlıqda olsun, yönlükdə olsun və s. Bu dəqiq deyil. Cümlə sifətlə bitir. Bu da dəqiq deyil. Ola bilər ki,
birinci sifət gəlir, sonra isim gəlir, ya da birinci isim gəlir, sonra sifət gəlir. Bu əminliklə deyə bilmərik. Cümlənin son sözü yəlik halda deyil, əksinə, yəni yəlik halda ola bilər. Ola bilər ki, sifət və yaxud da isim yəlik halda işlənsin. Deyil fikri yanlışdır, deyə bilmərik. Cümlənin son sözü təsirik halda deyil, bəli. Əgər cümlə isim və sifətdən ibarətsə və cümlədə xəbər varsa və eyni zamanda cümlədə xəbər təsirik halının sözlə bitə bilməz. Çünki inversiya müşahidə edilmir deyir. Yəni sonunda xəbər gəlməlidir və xəbər də təsirik halda ola bilməz. Çünki ismin təsirik halı cümlədə xəbər ola bilmir. Bunu da əminliklə deyə bilirik. Doğru cavab 1-5, yəni olur A variantında. Daha sonra sual 67-yə baxaq. Bu hissəni silək. Sual 67. Morfoloji təhlillə bağlı səhvləri müəyyən edin. Soyuducu soyutmurdu. Cümlədə 2 leksik şəkilcili isimlə başlayır cümlə. Deməli, soyumaqdan, soyutmaq, soyuducu. Bəli, 2 leksik şəkilcili isimlə başlayır, soyuducu isimdir. 1 leksik şəkilcili feillə bitir, soyumaq, soyutmaq. Bəli, burada 1 leksik şəkilci, 3 qrammatik şəkilci var. M, inkar, ır, zaman, d da hissəcikdir. Bu doğru fikirdir. Kitab oxunduqca uşaqlar yeni suallar səsləndirirdi. Cümlədə həm məchul növlü feil, həm də mürəkkəb sifət var. Oxunduqca oxumaq, oxunmaq məchul növdə feildir. Mürəkkəb sifət də yenidir. Bu fikir də doğrudur. Öyrətdiyin əsərlər səni daim insanların gözündə uca tutacaq. Cümlədə düzəltmə feil yoxdur. Deməli, öyrətdiyin sadədir. Öydən öyrə yaramır. Düzəltmə feil yoxdur. Əsərlər səni daim insanların gözündə uca tutacaq. Bəli, düzəltmə feil yoxdur. Sifətə rast gəlinmir. Burada öyrətdiyim feili sifət deyil. Bu da doğru fikirdir. Yükün ağırdır, qollarıma ağrıdır. Feil qurulurca sifətdən fərqlənir. Ağırdır, sadədir. Ağrıdır, nəyidir? Ağrı, ağrıt, ağrıdır. Feil qurulurca sifətdən fərqlənir, bəli. Qurulurca fərqlənir, düzəltmədir. Şəxs sonluğu ilə işlənib, bu fikir yanlışdır. Çünki burada ır zaman şəkilçisidir, şəxs sonluğu deyil. Fikir yanlışdır. Eləliyinə fikir vermə. Bütün qabları o yuduzdurub. 3 əvəzlik işləmiş nümunədə. Eləlik burada eləlik artıq ismə çevrilibdir. Lıq şəkilçisi vasitəsilə. Bu əvəzlik deyil. Bütün əvəzlikdir. Bir də o əvəzlikdir. Cümlədə 3 əvəzlik işlənmişdir. Yanlışdır. 3 əvəzlik yox, 2 əvəzlik işlənibdir. Ona görə bu fikir də yanlışdır. Feil də düzəltmə feil işlənmişdir. Düzdür. Yumaq, yuduzdurmaq düzəltmə feildir. Yanlış olan cavabları istədiyi üçün, səhv istədiyi üçün cavab olur 4-5, yəni A variantında. Daha sonra sual 68-ə baxırıq. Dəyişməyin sözünün təhlillə bağlı hansı fikirlərə uyğunluğu ödəyir? Doğru, ehtimal və yanlış fikirlər tapmalıyıq. Vurğuya görə başlanğıc forması fərqlənir. Başlanğıc forması, bu sözü iki cür təhlil etmək olar. Biri var sənin dəyişməyin, dəyiş, dəyişmək, dəyişməyin, məstər kimi. Bir də dəyişməyin, inkarda. Dəyiş sözün kökü, dəyişmə, dəyişməyin, əmr şəklində təhlil bu cür olur. Dəyişməyin olduqda vurğu olacaq, məstər kimi, yəni inkarda olduqda vurğu olacaq ikinci hecada. Məstər kimi yəlik hal şəkilçili, daha doğrusu sənin dəyişməyin kimi düşünmək olar, məsuliyyət şəkilçili, vurğu olacaq sonda. Və burada vurğuya görə başlanğıc forma fərqlənməz. Çünki bunun istənilən məqamda başlanğıc forması dəyişdi. Bu fikir yanlışdır. Doğrudan yanlış olduğu üçün biri götürmürük. Başlanğıc formada deyil. Bəli, istənilən məqamda başlanğıc formada deyil. Çünki qrammatik şəkilci var daxilində. Bu doğrudur. Saitlər qapalıdır. Dəyişməyin. Bunu dəyişməyin. Bir də sənin dəyişməyin. İki cür tələffüz eləmək olar. Lakin istənilən məqamda tərkibində 2 sait dəyişməyin. Yəni 2 də ola bilər, üstü ola bilər. Saitlər qapalı saitlər var. Ona görə də saitlər qapalıdır fikri. Əslində burada şərti tam yazmayıblar. Saitlərin hamısı qapalıdır desəydi, deyərdik ki, yanlışdır. Dəyişməyin, hamısı yanlış. Yəni yanlış olar, çünki orada ən azı daha doğrusu ən azı bir açıq sait var, Yaxud da ki, saitlərin hamısı qapalı deyil desəydi, onda doğru götürərdik, çünki orada açıq sait də var. Amma saitlər qapalıdır fikrini ehtimal da, tam olaraq ehtimal da götürə bilmirik. Çünki dəqiq olaraq burada qapalı, ən azı 2 qapalı sait var tələffüzdə. Ona görə bu ehtimal olmadığı üçün 3-ü ehtimal kimi götürə bilmirik. Yəni saitlər qapalıdır fikri doğrudur. Orada 2 qapalı sait var. Mənsubiyyət şəkilçili sözdür. Sənin dəyişməyin, bir də dəyişməyin, məsələn, dəyişməyin
yəlik hallı söz kimi də düşünmək olar. Məsələn, dəyişməyin faydası yəlik hallı söz kimi də düşünmək olar. Eyni zamanda orada in şəkilçisini şəxs onluğu kimi də düşünmək olar. Dəyişməyin. Mənsubiyyət şəkilçisi söz olmağı ehtimaldır bunun. Ehtimal olduğu üçün 4-ü götürürük. Biri 2 idi, biri 4. Yanlışa baxaq, tərkibində 2 şəkilçi işlənibdir. İstənilən məqamda tərkibində 2 şəkilçi işlənir. Bu fikir doğrudur, yanlış deyil. İnkar şəkilçili məstərdir. Bitişdirici samit işlənibdir. Məstər olduqda əmr şəklində olan feil olur. Daha doğrusu, mamə inkar şəkilçisi olduqda, yəni inkarda işləndikdə orada məstər o yox, orada əmr şəklində olan feil olur. Dəyişməyin. Artıq orada məstər olmur. Məstər olduqda inkar olmur axı. Dəyişməyin. Maq məstər ində orada olacaqdır. Ya hal, ya da mənsubiyyət şəkilçisi. Ona görə də inkar şəkilçili məstərdir fikri yanlışdır. İnkar şəkilçisi də məstər deyil, məstər isə inkarda deyil. Bu da yanlış olduğu üçün cavab olur 6. Yəni 2, 4, 6 olur B-də. Sual 69. Tərkibindəki nitq hissələrinin aşağıdakı ardıcıllıqla düzülmüş cümlənin morfoloji təhlili barədə hansı fikirlər əminliklə demək olar? İsim, feil, qoşma, isim, qoşma, feil. Qoşmanın qoşulduğu feil bağlama deyil. Feildən sonra qoşma gəlib. Bəli, əminliklə deyə bilər. Çünki feil bağlama qoşmanın işləmir. Bir düz. Qoşmanın qoşulduğu isim yerlik halda deyil. Deməli, baxaq. İsim, feil, qoşma, isim, qoşma, feil. Qoşmanın qoşulduğu isim yerlik halda deyil. İsimlərdən qoşma ümumiyyətlə yerlik halda, yəni yerlik halda qoşula bilmir. Yəni yerlik və təzrik hala qoşula bilmədiyi üçün qoşmanın qoşulduğu isim yerlik halda deyil fikri də doğrudur. Bu da doğru fikirdir. Həm təsriflənən, həm də təsriflənməyən feil var. Burada feil yazıblar, lakin feildən sonra qoşma gəlibdir. Bu təsriflənməyən feildir. Çünki təsriflənən feil qoşmaya qoşula bilməz. Lakin sonda gələn də təsriflənməyən ola bilər. Təsriflənən də ola bilər. Əminliklə deyə bilmərik ki, burada təsriflənən feil işlənibdir. Yəni işlənə də bilər, işlənməyə də bilər. Bu əminliklə deyilə bilməz. Cümlədə ilk qoşma zaman çaları yaradır. Burada feilə qoşulan qoşma zaman çaları yarada da bilər, yaratmaya da bilər. Yəni feil sifətə və yaxud da məstərə qoşula bilər. Məstərə qoşulub səbəb məqsəd məzmununda ifadə edə bilər. Yəni əminliklə deyə bilmərik ki, zamandır. Cümlədəki ikinci qoşma bənzətmə çaları yaradıbdır. İsmə qoşulan qoşma bənzətmə də ola bilər, məsafə də ola bilər. Bunu da əminliklə deyə bilmərik. Əminliklə deyə biləcəyimiz 1 ilə 2, yəni olur A variantında. Daha sonra sual getmiş. Morfoloji təhlilə bağlı uyğun fikirləri müəyyən edək. Tünd qara hərflərlə fərqləndirilən sözlər eyni nitq hissəsinə aid düzəltmə sözlərdir. İftixarla və vüqarla sözləridir. Qarşımdan bir igid keçdi vüqarla. Necə cümlə tərsə vüqarla düzəltmə zərfdir. Dayandı zirvədə o iftixarla. Necə cümlə tərsə iftixarla. Hər ikisi düzəltmə zərfdir. Nitq hissəsi eyni və düzəltmədir. Bu fikir doğrudur. Altından xətt çəkilmiş sözlər quruluqca növü və məna növü olan feillərdir. Məna növü eyni olan. Qopan, dayandı. Qop, qopan. Anən burada feil sifətin şəkilçisidir. Dayandı, dayan sözün kökü D qrammatikdir. Bəli, hər ikisi quruluqca eynidir. Ona görə eyni zamanda hər ikisi quruluqca deməli növü eynidir. Hər ikisi sadədir. Dayandı və qopan. Hər ikisi hərəkət feilidir. Qopan, dayandı. Bu fikir də doğrudur. Vergüllə işlənməsində yanlışlıq olan modal söz var. Sanki vergül olmamalıdır, vergül var. Bu yanlış, yəni doğrudur, yanlışlıq var burada əslində. Vergül olmamalıydı. Yanlışlıq olubdur burada, düzdür. İlk misranın ilk sözü qoşma kimi işlənə bilən mənsubiyyət və al şəkilçili sözdür. Qarşımdan sözü, qarşı sözü qoşma da ola bilir, isim də ola bilir. Və qarşımdan sözü orada həm hal, həm mənsubiyyət şəkilçisi qəbul edibdir. Bu da doğrudur. Bütün fikirlər doğru olduğu üçün doğru. Yəni cavab olur A variantı. 71. Olmaya sözü ilə bağlı uyğunsuzluğu, yəni səhvi tapırıq. Həm əsas, həm köməkçi nitq hissəsi kimi işlənə bilər. Bəli, olmaya, həm feil, həm də modal söz kimi işlənə bilər. Bu doğrudur. Burada uyğunluq gözlənilib. Həm əsas, həm köməkçi nitq hissəsi olaraq homonimdir. Yanlışdır. Çünki köməkçi nitq hissəsi olanda başlanğıc forması olmayadı, amma feil olanda başlanğıc forması oldu. Ona görə də başlanğıc formaları fərqləndiyinə görə köməkçi nitq hissəsi homonimlik olmur. Bu fikir yanlışdır. Yanlış yazdığı üçün uyğunluqdur. Həm əsas, həm köməkçi nitq hissəsi olaraq yazılış və tələffüzü fərqlənir. Bəli, olmaya şəklində tələffüz olunur. Burada fikir yanlış yazıldığı üçün uyğunsuzluq buradadır. Həm əsas, həm köməkçi nitq hissəsi kimi vurğu ilk icadadır. Olmaya. Bəli, istənilən məqamda vurğu ilkdədir. Bu düzdür. Uyğunluq gözlənilir.
Feil olanda inkar bir cür düşünülür. Olmaya arzu şəklində olur və arzu şəklində inkarı yalnız bir yolla düzəlir. Yəni ma inkarla. Bu düzdür. Doğru olduğu üçün uyğunluq gözlənilir. Cavab oldu C. Məşədi İbrahim 150 qızıl təklif edir. İsrafil ağa isə 200 qızıl təklif edir. Burada sadəcə cümlənin ardı ixtisar olunubdur. Bir isim buradan doğru olmayan, yəni səhvi tapırıq. Bir isim qeyri-müəyyən təsir haldadır. Qızıl təklif edir, qızılı təklif edir. Bəli, burada qeyri-müəyyən təsir haldadır. Saylardan heç biri mürəkkəb cümlə üzvü deyil. Ümumiyyətlə, nitq hissəsi mürəkkəb cümlə üzvü olmur. Söz birləşməsi mürəkkəb cümlə üzvü olur. Ona görə də say təbii ki, mürəkkəb cümlə üzvü deyil. Bu doğrudur. Köməkçi nitq hissəsi mürəkkəb cümlənin müəyyən şəxsi sadə cümlələrini bağlayır. Köməkçi nitq hissəsi isədir. Məşədi İbrahim 150 qızıl təklif etdi, amma İsrafil ağa burada isəni qarşılaşdırma bağlayıcısı da. İsrafil ağa isə 100 qızıl təklif etdi. Cümlənin ardı ixtisar olunubdur. Və burada bəli, müəyyən şəxsi sadə cümlələri bağlayır bu. İsrafil ağa təklif etdi, Məşədi İbrahim təklif etdi. Bu doğrudur. Nümunədə 5 mürəkkəb söz işlənibdir. Mürəkkəb söz baxaq. Deməli burada Məşədi İbrahim mürəkkəb addı. Daha sonra deməli 150 mürəkkəb sözdür. Məşədi İbrahim mürəkkəb addı. Mürəkkəb söz işlənib deyirdi bizdən. Təklif etmək burada mürəkkəb sözdür. Bir də 200 mürəkkəb sözdür. Məşədi İbrahim və İsrafil ağa mürəkkəb addı. Onlar mürəkkəb belə deyim, mürəkkəb isim yox, mürəkkəb ad götürülür. Ona görə də nümunədə 5 mürəkkəb söz işlənib fikri yanlışdır. Çünki 5 yox, 3 mürəkkəb söz işlənibdir. Bu fikir elə yanlışdır. İsimlərdən yalnız biri müstəqil şəkildə cümlə üzvüdür. Məşədi İbrahim 150 qızıl təklif etdi. Təklif etdi ki, Məşədi İbrahim nəyi? Qızılı. Qızıl burada isimdir və müstəqil şəkildə cümlə üzvüdür. Bu da doğrudur. Yanlış olan oldu D variantında. Sual 73. O Qazaxdan və onun kəndlərindən bir neçə kasıb kimsəsiz uşağa maddi cəhətdən kömək edib oxumağa göndərir cümləsi ilə bağlı yanlışı səhvi tapırıq. İsimlərdən üçü eyni haldadır. Qazaxdan, kəndlərindən, cəhətdən, üçü də çıxışlıq haldadır. Bu düzdür. Əvəzliklərin hamısı eyni nitq hissəsini əvəz edir. Onun ismi əvəz edir. O ismi əvəz edir. Doğrudur. Üç sifətdən heç biri dərəcə əlaməti qəbul etməyibdir. Sifət, kasıb, burada kasıb sifətdir. Dəqiqə. Burada kasıb sifətdir, kimsəsiz sifətdir, maddi mənəvi, maddi də sifətdir. Burada 3 sifət işlənib və heç bir dərəcə əlaməti qəbul etməyib, doğrudur. Əsas nitq hissələrindən təkcə zərf işlənməyibdir. İsim var, Qazax, kömək etmək, feil var, bir neçə, say var, kasıb sifət var, onun əvəzlik var, lakin zərf yoxdur, bu doğrudur. Qeyri-müəyyən əvəzliyin kökü sual əvəzliyidir. Burada qeyri-müəyyən əvəzlik deyil, yəni kimsəsiz sifətdir, bunu qeyri-müəyyən əvəzlik kimi götürməyin. Burada əvəzlik sadəcə onun və odur. Bu fikir yanlışdır, cavab oldu E. Daha sonra sual 74. Uyğunluğu müəyyən edin. 2-dən çox müxtəlif nitq hissəsi, 2 müxtəlif nitq hissəsi işlənibdir. Ancaq itirmədi özünü, itirə bilməzdi ana. Ancaq burada köməkçi nitq hissəsidir. Amma itirmədi, həm amma, yalnız itirmədi özünü, itirə bilmədi ana. Həm ədat, həm də bağlayıcı kimi düşünə bilərik. Köməkçi nitq hissəsidir. Özünü itirmədi. Burada feildir. Özünü itirmək eyni zamanda frazoloji birləşmədir. İtirə bilməzdi ana. Ana da burada olacaq isim. Yəni burada həm feil, həm isim, həm də köməkçi nitq hissəsi olan ədat və ya bağlayıcı kimi düşünə bildiyimiz ancaq var. 2-dən çox müxtəlif nitq hissəsi olduğu üçün birinciyə götürürük A-nı. Onlara heç kim kömək edə bilmədi. Kömək edə bilmədi. Mürəkkəb feil. Heç kim olacaqdır əvəzlik, onlar da əvəzlik. Burada isə 2 müxtəlif nitq hissəsi, əvəzlik və feil var. 2-yə götürürük B-ni. İndi əvvəlkindən qat-qat ağırdır. İndi burada əvəzlikdir. Daha sonra əvvəlkindən, əvvəlki sifətdir. Qat-qat ağırdır. Necə cümlə tərzdə? Qat-qat burada zərfdir. Ağırdır, sifətdir. Burada müxtəlif nitq hissəsinin sayı 2 dənədir. Sifət və əvəzlik var. Başqa fərqli nitq hissəsi yoxdur. Ona görə 2-yə yazırıq C-ni. Biz hamımız ona maraqla qulaq asırıq. Biz əvəzlik, hamımız əvəzlik, ona əvəzlik, maraqla zərf, qulaq asmaq feildir. Burada isə maraqla zərf, qulaq asmaq feil, ona əvəzlik. Yəni 3 fərqli nitq hissəsi olduğu üçün 1-ə götürürük D-ni. Həm əvəzlik, söz
Daha doğrusu həm bağlayıcı, söz, isim, gözəl və aydın deyir, gözəl zərf, həm də səsi gözəldir, necədir, gözəldir sifət. Burada sifət var, bağlayıcı var, həm də bağlayıcı var, isim var, zərf var. Yəni 2-dən çoxdur. Ona görə 1-ə götürürük eyni. Cavab olur A, D, Y, 2-yə B, C, yəni A variantında. Sual 75. Hansı bəndin ümumi qrammatik mənası, quruluşu və cümlədəki sintaktik funksiyası müxtəlifdir? Yəni nitq hissəsi fərqlidir, quruluşu fərqlidir, cümlə üzünə görə funksiyası fərqlidir. Başlanğıc formasının sualı isə eyni olan sözlərdir. Bir gün ananın ilki sevincək evə gəldi. Burada ilk və sevincək sözlərlə söhbət gedir. İlk sözü və sevincək sualı deməli, başlanğıc forması hər ikisində. Burada ilkdir, burada sevincəkdir. Necə sevincək, necə ilk. Sualları eynidir, necə sualına cavab verir. Eyni zamanda qrammatik mənaları fərqlidir. İlk sifətdir, sevincək zərfdir. Quruluşları fərqlidir. İlk sadədir, sevincək düzəltmədir. Sintaktik funksiyalar da fərqlidir. Gəldi hara evə, necə cümlə tərzi sevincək, kim, ananın ilki. Ananın ilki söz birləşməsi daxilində mübtədə olur. Sevincək isə müstəqil cümlə üzvüdür. Elə bütün şərtləri ödəyən tələb A variantındadır. Yəni burada söhbət ilk və sevincək sözlərlə gedirdi. Cavab olur A variantı. Daha sonra sual 76-ya baxırıq. Aşağıdakı nümunədə sözlərin morfoloji təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Əyib budaqları, bağlardakı bar, odlu şəfək kimi almaları yanır. Heyva ətir saçır, şirələnib nar, vüqarla göylərə çinar boylanır. Təsriflənməyən feil işlənib deyir. Baxaq, yanlış fikir götürməliyik. Əyib budaqlarını. Bağlardakı bar budaqlarını əyib. Burada əyib nəqli keçmiş zamandadır. Təsriflənməyən deyil. Başqa da yəni fikirləşə biləcəyimiz, aşa biləcəyimiz bir feil yoxdur ki, o təsriflənən olsun. Yəni əyib burada təsriflənəndir, təsriflənməyən deyil. Bu fikir doğrudur. Sifətlər qurulucu eynidir. Bağlardakı və odlu. Başqa sifət, baxaq, görək. Şəfək kimi almalar, şirələnib. Başqa sifət yoxdur. Və hər ikisi düzəltmədir. Kökləri feil homonim deyil. Bağ, od, kökləri feil homonim deyil. Bu da doğrudur. Fərqləndirilən sözdəki şəkilçini fərqləndirilən vüqarladır. Şəkilçi də vüqar, vüqarla, ladır. Axarlı sözünün quruluşunu dəyişən şəkilçi ilə əvəz etsək, cümlədə 3 sifət işlənmiş olacaq. Axarlı sözün quruluşunu dəyişən ax, axar, axarlı, ardı. Lanı silib ar yazsaq, vüqar, vüqarar. Axı elə bir söz yoxdur, vüqarar sözümüz yoxdur. Ona görə də orada, yəni ar şəkilçisini artırmaqla orada sifət yarada bilmirik. Səhv cavab C idi. Son misradakı isimlərdən birinin həmçinin feilin kökü homonimdir. Son misradakı isimlərdən biri. Göy, göylərə, göy burada isimdir. Sözün kökü göydür, homonimliyi var. Boylanır, deməli, feilin kökü homonimdir. Boy, biri var. Burada sözün kökü boydur. Qol, boy, Dədə Qorqud, məsələn, qolları, boyları, ədəbiyyatda termin. Bir insanın boyu homonimlik yaradır. Bu da doğrudur. Adlı kallı isimlərdən biri mübtədə deyil. Əyib budaqları bağlardakı bar, odlu şəfək kimi almalar yanır. Yanır nə almalar, necə cümlə tərzdə şəfək kimi. Şəfək burada adlı kaldadır, lakin mübtədə deyil. Bu da doğrudur. Və yanlış cavab oldu C-də. Daha sonra sual 77-yə baxaq. Qeyri-adi inanılmaz hadisəyə də az rast gəlməmişəm cümləsi ilə bağlı verilən fikirlərdən neçəsi doğrudur? Mürəkkəb sifət işlənibdir. Qeyri-adi inanılmaz hadisə. Burada qeyri-adi mürəkkəb sifətdir. Bu doğrudur. Kökü sayla homonim olan söz işlənibdir. Kökü sayla homonim olan söz. Burada az sözü sizi çaşdırmasın ki, burada az rast gəlmişəm, az zərfdir və onun kökü sayla homonimdir. Az və çox, say və zərf kimi homonim götürülmür. Bu fikir səhvdir. Ədadla homonim olan, ancaq başqa nitq hissəsi ilə sinonim olmayan bağlayıcı işlənib. Də burada bağlayıcıda ədadla homonimliyi var. Başqa nitq hissəsi ilə sinonim ola bilməz, çünki sinonimlər eyni nitq hissəsinə aid olmalıdır. Bu da doğrudur. 4-ə baxaq. Feillərdən birinin tərkibində feildən feil düzəldən şəkilçi işlənib. İnanılmaz sözündə inanmaqdan inanıl. Burada düzdür, feildən feil düzəldən şəkilçi var. Lakin bu feil deyil, inanılmaz sifətdir. Ona görə bu fikirdə yanlışdır. Yəni inanılmaz feil deyil. Sözlərdən heç biri iki nitq hissəsinin xüsusiyyətini daşımır. Yəni söhbət feil, sifət, feili bağlama məstərdən gedir. Burada da feil, sifət, feili bağlama məstər olmadığı üçün bu doğrudur.
Sayının soruşduğu üçün doğruların cavab olur 3 dənə, yəni C variantında. Sual 78. Qüdrət özündən başqa 2 uşağın dəllək dükanına girdiyini gördü cümləsi ilə bağlı verilən fikirlərdən neçəsi yanlışdır? Yanlışı tapmalıyıq. Təyin rolunda çıxış edə bilməyən, ancaq təyinləyicilik funksiyası daşıya bilən əvəzlik işlənibdir. Söhbət öz əvəzliyi ilə gedir. Öz əvəzliyi müstəqil şəkildə təyin olunmur. Amma təyin rolunda çıxış edə bilmir, amma təyinləyicilik funksiyası daşıyır və öz əvəzliyi də var. Bu doğrudur. Səndən başqa məsələ haqqında soruşan olmayıb, səndən başqa məsələ haqqında soruşan olmayıb cümləsindəki fərqləndirilmiş sözün köməkçi nitq hissəsi olduğunu nəzərə alanda şərtdəki cümlədə həmin sözün homoniminin işləndiyini demək olmaz. Qüdrət özündən başqa, özündən savayı hər ikisində köməkçi nitq hissəsi olduğu üçün bəli, homonim sayılmırlar. Hər ikisi köməkçi nitq hissəsi olursa homonim götürülmür. İlk söz yəlik halda düşünülsə mübtədənin buraxıldığını demək olar. İlk söz yəlik halda. Qüdrətin özündən başqa 2 uşağın dəllək dükanına girdiyini gördü. Qüdrət özündən, qüdrətin özü. Yəlik halda düşünsək bunu mübtədə götürməyəcəyik və o zaman cümlədə mübtədə olmayacaqdır. Və mübtədənin buraxıldığını demək olar. Bu da doğrudur. Nitq hissələrindən təkcə zərf işlənməyibdir. İsim var, əvəzlik var, qoşma var, say var. Daha sonra feil var, lakin cümlədə zərf yoxdur. Eyni zamanda köməkçi nitq hissələrindən elə bağlayıcı yoxdur, məsələn, ədat yoxdur. Ona görə nitq hissələrindən təkcə zərf işləmək fikri yanlışdır. Axı 11 nitq hissəmiz var. Hamısı işlənməyib burada. Nitq hissələrindən təkcə zərf işlənməyib fikri yanlışdır. Bizdən də yanlışın sayını soruşduğu üçün cavab olur 1 dənə. Yəni təkcə D olan. Sual 79. Mən gündən günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan göylə əlləşən dostdan aşinadan necə əl çəkim? Nümunə ilə bağlı doğru fikri tapmış oluruq. Köməkçi nitq hissələrindən biri homonimdir. Bir də burada göylə əlləşən, burada ilə qoşmadır. Biri yox, yəni ən azı burada ikisi görürük ki, homonimli təşkil edir. Yanlışdır. Təsriflənməyən feillərdən biri qayıdış növdədir. Gözəlləşən, çarpışan təsriflənməyən feildir, amma heç biri qayıdış növdə deyil. Çünki növ şəkilçisi yoxdur. Sözlərdən bir neçəsi isimdən düzəlibdir. Əl, əlləş, əl isimindən düzəlibdir. İşıq, işıqlı, işıq isimindən düzəlib. Bu doğrudur, cavab eləcəkdir. 4 isim adlıq haldadır. Burada dünyadan çıxışlıq haldadır. Daha sonra yer, göy adlıq haldadır. Dostdan aşinadan çıxışlıq haldadır. 4 yox, yer, göy adlıq haldadır. Ona görə bu fikir yanlışdır. Tərz hərəkət zərflikləri eyni suala cavab verir. Burada deməli, necə əl çəkim birlikdə gedir və tərz hərəkət zərfliyi hesab edilmir. Bu da yanlışdır. Doğru cavab oldu C. Onlar 2, 2, 3, 3 və daha çox dəstələrlə bu dəzgahlar qarşısında əyləşib axşama qədər xalça toxuyardılar. Cümləsi ilə bağlı yanlış fikri seçin. Əsas nitq hissəsi ilə homonim olan qoşma, həmçinin qoşma ilə homonim olan əsas nitq hissəsi işlənibdir. Əsas nitq hissəsi ilə homonim olan qoşma burada qədərdir, isim də ola bilir. Qoşma ilə homonim olan əsas nitq hissəsi də qarşı, bu doğrudur. 3 müxtəlif köməkçi nitq hissəsi işlənibdir və bağlayıcı daha deməli ədatdır, qədər qoşmadır, başqa fərqli köməkçi nitq hissəsi yoxdur, bu da doğrudur. Saylardan ikisi mürəkkəb, biri sadədir. Cümlədə cəmi bir dənə say var, o da çoxdur. 3, 3, 2, 2 zərf olduğu üçün yanlış cavab elə C-dədir. İsimlərdən biri numerativ söz kimi də işlənə bilir. İsimlər, dəstə, məsələn 5 dəstə gül, yaxud da 3 dəstə gül. Dəstə sözü isimdir və numerativ kimi də işlənə bilir. Bu doğrudur. 2 isim qeyri-müəyyənlik bildirən haldadır. Yəni qeyri-müəyyənlik və qeyri-müəyyən təsirlikdir. Baxaq. Onlar 2, 2, 3, 3 və daha çox dəstələrlə bu dəzgahların qarşısında qeyri-müəyyənlikdir. Axşama qədər xalça toxurdular, xalçanı toxurdular. Bu da qeyri-müəyyən təsirlikdədir. Bu da doğrudur. Yanlış cavab oldu C-də. Daha sonra sual 81-ə baxaq. Deməli, yenidən oxuyanlar daha yaxşı öyrəniblər, ancaq Akif hələ hazır deyil. Bu cümlənin təhlili ilə bağlı baxırıq. Doğrudan doğrunu, yanlışdan yanlışı, ehtimaldan ehtimalı götürməliyik. Ədatla işlənən sifət çoxaltma dərəcəsindədir. Burada daha ədatdır, lakin sifətlə işlənməyibdir. Çünki yaxşı öyrəniblər, yaxşı özündən sonra feil gəldiyi üçün burada zərfdir. Bu fikir yanlışdır, biri götürmürük. Xüsusi isim homonimlə və sinonimlə malik deyil. Xüsusi isim arifdir və xüsusi isim olan arif təbii ki, homonimi və sinonimi yoxdur. Yəni kiçik hərflə yazılan ümumi isim arifin
daha doğrusu Arif, yəni kiçik hərflə yazılsa, çox bilən, bilikli bu mənadadır. Ağıllı, aqil bu mənadadır Arif. O zaman da nitq hissəsi olaraq sifət olacaqdır. Amma xüsusi isim kimi, yəni sifət olduqda onun sinonimliyi ola bilər. Lakin xüsusi isim kimi homonimliyə və sinonimliyə malik deyil. Bu fikir doğrudur. Doğrudan doğru olduğu üçün 2-ni götürürük. İkinci feilin kökündə 2 samit var. İkinci feilin kökündə. İkinci feil öyrənmək sözüdür. Öyrənmək sözündə sözün kökü öyrəndir, öy deyil, nə də öyür deyil. Ona görə də sözün kökündə 3 samit var, 2 samit yoxdur. Bu fikir səhv olduğu üçün 3-ü götürürük. İndiki zaman məzmunlu feil sifət tərkib yaradıbdır. Öyrəniblər. Kim? Yenidən oxuyanlar. Burada anən feil sifət tərkibidir. Və anən daha doğrusu feil sifətdir, indiki zaman məzmunlu və tərkib yaradıb. Bu fikir doğru olduğu üçün yanlışdan götürmürük. Daha sonra ehtimaldır. Çıxışlıq hallı sifət, feil sifət tərkibində asıl tərəfdir. Burada yenidən sözü həm zərf kimi düşünmək olar. Yenidən nə vaxt, nə zaman. Yenidən çıxışlıq, zərflərdən leksik çəkici kimi. Bir də yeni, təzə mənasında. Yeni, yenidən çıxışlıq hallı sifət kimi də düşünmək olar. Yəni, bunu dəqiq deyə bilmədiyim üçün bu ehtimaldır. Həm zərf, həm də çıxışlıq hallı sifət kimi düşünə bilirik. Və ehtimal olduğu üçün 5-i götürürük. Bağlayıcı ilə omonim olan ədat dəqiqləşdirici məzmun daşıyır. Bağlayıcı ilə omonim olan ədat. Baxaq, yenidən oxuyanlar daha yaxşı öyrəniblər, ancaq Arif hələ hazır deyil. Burada bağlayıcı ilə omonim olan ədat yox, bağlayıcı, daha doğrusu ədatla omonim olan bağlayıcı işlənib. Ancaq burada bağlayıcı funksiyasında, ədat funksiyasında deyil. Ona görə bu yanlışdır. Eyni zamanda, yəni yenidən oxuyanlar daha yaxşı öyrəniblər. Yalnız Arif hələ hazır deyil. Məhdudlaşdırıcı ədat kimi də düşünmək olar bunun əslində. Lakin düşünsək, yenə də dəqiqləşdirici məzmun yox, məhdudlaşdırıcı ədat kimi götürə bilərik. Yəni hər məqamda bu fikir yanlışdır. Bağlayıcı kimi götürsək, ədatla homonimliyi, bağlayıcı kimi fikirləşsək, yəni ədat kimi fikirləşməsək, bağlayıcı ilə omonim olan ədat fikri yanlış olar. Ədat kimi düşünsək, yalnızdan əvəz eləsək, bu zamanda bağlayıcı ilə homonim olsa da dəqiqləşdirici ədat olmur. Çünki dəqiqləşdirici elə əsl məhzdir, ancaq məhdudlaşdırıcı ədatdır. Hər məqamdan bu fikir yanlış olduğu üçün 6-da götürülmür. Doğru cavab olur 2, 3, 5, yəni D variantı. Sual 81. Daha doğrusu 82, 81-ə baxdıq. Sual 82-yə baxırıq. Aşağıdakı nümunədə altından xətt çəkilən sözdəki şəkilçini özündən əvvəlki sözə keçirsək, şərti necə tamamlasaq alınan fikir doğru olmaz. Yəni şəhərə tərəf olsa, şəhər tərəfə gedənlər maşın axtarırdılar. Burada tərəf isimdir, lakin şəhərə tərəfdə tərəf artıq qoşmaya çevrildi. Cümlədə leksik mənası olan sözlərin sayı dəyişər. Bəli, leksik mənası olan sözün sayı azalar. Cümlədə quruca sadə söz birləşməsi işlənər. Axtarırdılar. Kim? Şəhərə tərəf gedənlər. Bu məqamda mürəkkəbdir. Çünki şəhər isim, tərəf isim, gedənlər feil sifət idi və feil sifət tərkibi mürəkkəb feili birləşmə yaradırdı. Lakin burada tərəf qoşma olduğu üçün artıq sadə söz birləşməsi olur. Çünki 2 əsas nitq hissəsi olur. Bu doğrudur. Cümlədə qoşma ilə homonim olan söz işlənər. Artıq qoşma ilə homonim olan söz yox, əksinə. Deməli, burada qoşma işləndiyi üçün isimlə homonim olan qoşma işlənər. Yəni qoşma ilə homonim olan söz yox. Çünki tərəfin özü artıq burada qoşmaya çevrilmiş olacaq. Elə yanlış olan C-dir. Cümlədə doğru qoşmasının sinonimi işlənər. Doğru qoşmasının sinonimi, bəli, doğru tərəf artıq qoşma ilə sinonimi olacaqdır. Cümlədə isimlərdən yalnız biri yönlük haldadır. Şəhərə tərəf artıq şəhərə yönlük halda olan isim olacaq. Bu da doğrudur. Yanlış olan C oldu. Yəni orada qoşma sözü, daha doğrusu tərəf sözü qoşma kimi bərpa olunduğu üçün cümlədə qoşma ilə homonim söz yox, elə qoşmanın özü işlənər. Sual 83. Biraz uzundur, ekranı kiçildək. Deməli, rəqəmlərin yerinə ardıcıllıq yazılmalıdır. Birinciyə və ikinciyə. Baxaq. Hissəcil sözə biçik yazılmasının yanlış olmadığı, düzəltmə əvəzlik iştirak edən arzu ədatla başlayan cümlədir. Bircə getdiyimiz yolda qorxulu nəsə olmayaydı. Burada hissəcik sözə biçik yazılmasında yanlışlıq yoxdur. Əvəzlik iştirak edibdimi? Bircə getdiyimiz yolda nəsə əvəzlik var. Arzu ədatla başlayıbdır. Bircə arzu ədatıdır. Bu düzgün fikirdir. Birinci cümləyə bunu yaza bilərik. Qonaqlar ki, hər gün əylənirlər, oxuya-oxuya bağda dolaşırdılar. Homonimliyi olan ədat, burada qonaqlar ki, burada homonimliyi olan ədatdır. Tərkibində həm əvəzlik, həm də feili bağlama.
əvəzlik varmı? Hər gün zaman zərfidir, ona görə əvəzlik yoxdur bu cümlədə. İkinci fikri A variantındakı ikinci cümlə tamamlanmadığı üçün A-nı götürə bilmirik. B-də keçmiş zaman məzmunu daşıyan fe'l sifət getdiyimiz var. Fe'l sifətin olduğu mürəkkəb fe'lin işlənmədiyi, bəli, cümlədə mürəkkəb fe'l yoxdur. Bu doğrudur. İkinciyə baxaq. Homonimli olan ədat, yəni homonimli olan ədat var. Tərkibində həm əvəzlik, həm fe'li bağlama. Əvəzlik heç kim var, amma oxuduqdan sonra fe'li bağlama yox, dıqdan sonda n varsa bu fe'li sifətdir. Yəni dan çıxışlı qalın şəkilçisidir burada. Fe'li bağlama yoxdur, ona görə bu şərt ödənmir. Homonim ismin işləndiyi yol homonim isimdir. Fe'ldən düzələn sifətin qorxulu sözündə qorx, qorxu, qorxulu. Lu fe'lə qoşulmayıbdır. Sözün kökü qorx, u leksik, lu leksik. Fe'ldən düzəlməyibdir. Qorxu isimdən düzəlib. Ona görə fe'ldən düzələn sifət dediyi üçün bu fikir yanlışdır. Deyə baxaq, arzu ədatı ilə başlayan, bircə arzu ədatı ilə başlayan iki leksik şəkilçili sifət qorx, qorxu, qorxulu, düz. Əvəzliyin qeyri-müəyyənlik məzmun daşıdığı cümlədir. Nəsə qeyri-müəyyən əvəzlikdir, bu düzdür. İkinci cümlə haqqında homonimliyi olan ədat elə əvəzlik və fe'li bağlama işlənibdimi? Deməli, biz əvəzlik dayanmadan da fe'li bağlamadır. Bu da doğrudur. Hər iki şərti, yəni bu cümlələr daha doğrusu verilən şərti ödədiyi üçün cavab oldu D-də. Y-yə baxaq, məhdudlaşdırıcı ədatla başlayan, bircə məhdudlaşdırıcı ədat yox, arzu ədat olduğu üçün elə bu fikirdə yanlışdır. Cavab oldu D variantı. Sual 84. Hansı nümunədə əsas nitq hissələrindən ikisi, köməkçi nitq hissələrindən isə üçü işlənməmişdir? Deməli, baxaq. O indi babasına da burada bağlayıcıdır. Hiss etmək istədi və bağlayıcı, artıq ədat, ona qarşı qoşma. Burada 3 fərqli köməkçi nitq hissəsi işlənibdir. 3-ü işlənməmişdir. İkisi işlənməyibdir. 3-ü yox. Bu səhvdir. Düşünürdü ki bağlayıcıdır. Hamısı Gönçə kimi burada qoşmadır. Mehribandır nəvələrini çox sevir. 3-ü işlənməyibdir. Bu variant qalsın. Dərənin mənzərəsinin aydın görünməyi üçün qoşmadır. Ağacları böyük bir pəncərənin iki tərəfində əkdik. Böyük bir pəncərənin. Burada bir köməkçi nitq hissəsi ədatdır. Başqa köməkçi nitq hissəsi yoxdur. Yəni 3-ü işlənməyibdir. Bu da qalsın. Qoyunun başına gedib əl üzünü yudu. Paltarlarını dəyişəndən sonra qayıdıb həsirinin yanında uzandı. Burada isə köməkçi nitq hissələrindən 4-ü işlənməyib. Yalnız biri işləndiyi üçün bu da olmaz. Ayaz ehtiyatla evlərinin qapısını açsa da burada bağlayıcıdır. Açsa da, atası da, anası da burada, daha doğrusu açsa da burada ədatdır, sablüs da. Atası da burada bağlayıcıdır. Anası da evə birinin gəldiyini anladılar. Burada köməkçi nitq hissələrindən ikisi işlənibdir, 3 işlənməyibdir. Bu da qalsın. İndi isə ikinci şərtə baxaq. Daha doğrusu birinciyə əsas nitq hissələrindən ikisi işlənməyib deyir. Baxaq B variantına. Düşünürdü, fe'l var, nənə isim var, hamısı əvəzlik var. Daha sonra mehriban sifət var, çox sevirdi, zərf var. Burada köməkçi nitq hissələrindən fe'l oldu, isim oldu, əvəzlik oldu, sifət oldu, zərf oldu. Yalnız biri işlənməyib, say işlənməyibdir. Burada isə ikisinin işlənmədiyini dediyi üçün B getdi. Dərə isim, mənzərə, aydın görünməyi, aydın zərfdir. Zərf var, isim var. Sonra görünmək, fe'l var. Ağac isimdir, böyük sifət var. Pəncərənin isimdir, iki tərəfində əkdi, 2 də saydı, əkdi də fe'ldir. Deməli, burada isim var, dərə, sifət var, say var, zərf var, sonra fe'l var. Bir dənə əvəzlik yoxdur. Burada da biri yoxdur, ikisi yox, biri yoxdur. Cavab qalır E. E-yə baxaq, çünki digər variantları çıxdıq. Ayaz isimdir, ehtiyatla zərfdir, isim var, zərf var, ev isimdir, qapı isim, açmaq fe'l var. Sonra anası isimdir, ev isim, birinin gəldiyini anladılar, anladılar fe'ldir. Burada isim var, zərf var, fe'l var, daha sonra birinin gəldiyini, burada əvəzlikdir. Əvəzlik var, lakin bu cümlədə say yoxdur. Eyni zamanda deməli zərf var, isim var, sifət varmı? Sifət də yoxdur. Bu cümlədə sifətlə say yoxdur. Ona görə də əsas nitq hissələrindən ikisi, köməkçilərdən də 3 işlənməyən cavab olur E variantında. Daha sonra növbəti sual 85.
Hansı fikirlər yalnız iki fərqli nümunəyə aiddir? Baxaq. Mürəkkəb zərf müstəqil cümlə üzvüdür. Birinci cümlədə qaça-qaça feili bağlamadır. Birinci cümlədə mürəkkəb zərf yoxdur. İkincidə Habil müəllimi olduqca mənalı baxırdı. Mənalı burada mürəkkəb zərfdir və müstəqil cümlə üzvüdür. Yəni A ikinci cümlə haqqında doğrudur. Qucağında saxladığı körpənin öz oğluna oxşadığını düşündü. Burada mürəkkəb zərfi yoxdur. Ürək döyüntülərini zəiflədiyi üçün tezliklə xəstəxanaya çatdırılmalı idi. Mürəkkəb zərfi yoxdur. Ona analıq etmiş bu mehriban insana mat-mat baxırdı. Necə cümlə tərzə mat-mat. Bu da müstəqil cümlə üzvü olan mürəkkəb zərfdir. A-nı burada yaza bilirik. Bizdən isə istəyirdi ki, iki fərqli nümunəyə yaza bilək. Deməli, cavabımızın biri A-dır. Çünki A-nı iki fərqli nümunəyə yaza bildik. B-yə baxaq. Tərkibində həm düzəltmə, həm də sadə isim var. Cavan tələsik həyət qapısından çıxaraq qaça-qaça xiyabana doğru getdi. Burada həyət sadə var, lakin düzəltmə isim yoxdur. İkinci cümlədə Habil müəllim mənalı baxırdı. Düzəltmə isim yoxdur. Qucağında saxladığı körpəni öz oğluna oxşatdığını düşünürdü. Qucaq düzəltmə isimdir. Orada sözün kökü qucdur. Qucdan qucaq yaranır. Oğulda sadədir. Həm sadə, həm düzəltmə isim olduğu üçün B-ni yaza bilərik 3-cü cümlə haqqında. Ürək döyüntüləri zəiflədiyi üçün tezliklə xəstəxanaya çatdırılmalı idi. Xəstəxana düzəltmə isimdir. Ürək isə sadə isimdir. Həm sadə, həm düzəltmə var. Yaza bilərik 4-də B-ni. Ona analıq etmiş bu mehriban insana mat-mat baxırdı. İnsan sadədir, amma analıq etmək mürəkkəb feil olduğu üçün orada düzəltmə isim yoxdur. Yəni bu da B-də hər iki cümlə haqqında, fərqli cümlələr haqqında 2 hissəyə yazıldığı üçün cavabım 1 də B-dir. C-yə baxaq. Tərkibində həm konkret, həm də mücərrəd isim kimi düşünə bilən söz var. A-da həm konkret, həm mücərrəd düşünülən yoxdur. B-də də yox, yəni 1-də, 2-də, 3-də, 4-də yoxdur. 5-də də analığı çaşmayın. Analıq düzdür. Analıq ismi konkret mücərrəd ola bilir, lakin analıq etmiş burada mürəkkəb feildir. O, yəni isim deyil. Bu heç bir cümlə haqqında doğru olmadığı üçün C-ni götürmürük. Düzəltmə zərfin kökü də zərfdir. Birincidə tələsik, tələsməkdən tələsik düzəltmə zərfin kökü feildir. İkinci cümlədə mənalı mürəkkəbdir. Üçüncü cümlədə deməli qucağında saxladığı körpənin öz oğluna oxşadığını düşünürdü. Zərf yoxdur. Dördüncü cümlədə tezliklə. Burada zərfdir. Tez, tezlik, tezliklə. Orada sözün kökü, düzəltmə zərfin kökü zərfdir. Tez zərfdir. İkinci cümlədə, daha doğrusu 5-ci cümlədə isə mehriban insan, mehriban sifətdir. Mat-matda mürəkkəb zərfdir. Yəni bu yalnız 4-cü cümlə haqqında ola bilər. Biz D-ni yalnız 4-cü cümləyə yaza biləcəyimiz üçün D-ni götürmürük. Tərkibində mənsubiyyət çəkicisi qəbul etdiyi üçün saytını itirən isim. Mənsubiyyət çəkicisi qəbul edəndə saytını itirən isimlər oğul, beyin, daha sonra burun, çiyin, ağız bunlardır ki, birinci cümlədə elə bir isim yoxdur, ikinci cümlədə yox, lakin üçüncü cümlədə var. Üçüncü cümlə haqqında biz E-ni yaza bilərik. 4 və 5-ci cümlədə də elə bir isim olmadığı üçün, yalnız E-ni 3-ə yazdığımız üçün, bir cümləyə yazıldığı üçün E-də götürülmür. Tərkibində keçmiş zaman mənalı feil sifət rast gəlinir. Dık plus mənsubiyyət və muş şəkilcili feil sifətdən söhbət gedir. Birinci cümlədə yoxdur. İkinci cümlədə olduqca feili bağlamadır, yoxdur. Üçüncü cümlədə saxladığı var. Dördüncü cümlədə deməli qucağında saxladığı körpənin öz oğlunu oxşadığını düşünürdü. Burada dık plus mənsubiyyət, yəni keçmiş zaman mənalı feil sifət şəkilcisi var. Sonra zəiflədiyi dık plus mənsubiyyət, keçmiş zaman məzmunlu feil sifət var. Analıq etmiş, muş da burada feil sifətdir ki, bu da keçmiş zaman məzmunu daşıyır. Bu isə 3 cümlə haqqında doğru olduğu üçün Ə-ni də götürmürük. Yalnız ikisinə yaza biləcəyimiz cavab oldu A və B, yəni A variantında. Sual 86. Uyğunsuzluğu müəyyən edin. Yəni yanlışda düzü, düzdə isə səhv axtarırıq. Xırdaca, qısqıvraq, boyca sözlər çoxaltma dərəcəli sifətlərdir. Boyca, boy isim olduğu üçün boyca orada çoxaltma dərəcəli sifət ola bilməz. Köməkçi nitq hissələrindən yalnız bir daxilində defislə yazılan mürəkkəb söz var. Bəli, nidadır o da. Bu doğrudur. Əsas nitq hissəsi olan istənilən söz suala cavab verir. Əsas nitq hissəsi məsələn sual əvəzli suala cavab verə bilmir. Bu fikir yanlışdır. 4-ə baxaq. Məstərlər istənilən halda başlanğıc formada olmur. Deməli, məstərlər istənilən halda başlanğıc formada olmur. Bəli, məstərdə maq-maq şəkilçisi olur və o artıq başlanğıc formada sayılmır. Bu doğru fikirdir. Bir sıra sayından sonra gələn söz cəm şəkilçisi qəbul etməlidir. Bir sıra sayından sonra gələn isim cəm şəkilçisi qəbul etməlidir. Amma söz deyirsə, ondan sonra
sifət gələ bilər ki, sifət cəmdə gəlməyi tələb olunmur. Yəni bir sıra, bir çoxdan sonra gələn isim cəmdə olmalıdır. Sifət təkdə də gələ bilər, cəmdə də gələ bilər. Bura isə isim yox, söz yazdığı üçün bu fikir yanlışdır. Yəni qəbul etməlidir, vacib şəklində yox. Edə bilər olsaydı düz olardı. Əvəzliyin bütün məna növləri daxilində şəkici qəbul edə bilməyən ən azı bir söz var. Şəkici qəbul edə bilməyən işarə əvəzlikləri o, bu, elə, belə, həmin əvəzlikləridir ki, onlar şəkici qəbul edir. Eləcə də yəni necə bir şəkici yox, ümumiyyətlə şəkici qəbul edə bilməyən yazıbdır. Amma şəxs əvəzlikləri mən, sən, o, biz, siz, onlar hamısı məsələn har şəkici qəbul edir. Qəbul edə bilməyən deyir, amma hamısı qəbul edə bilir şəkici. Bu fikir də yanlışdır. İndi isə yanlışdan doğrunu 2-ni, doğrudan da yanlışı 5 və 6-nı götürürük. Cavab olur B bəndi. 2, 5, 6. 87. Tələffüzündən və ya işlənmə yerindən asılı olaraq ümumi qrammatik mənası. Ümumi qrammatik məna nitq hissəsi fərqlənir. Uçursa, yəni şərt şəklində də düşünsək, indiki zamanda da düşünsək, bu yenə fe'l olaraq qalır. Qurutdur, qurut meyvə qurudu isim kimi, bir də qurutdur fe'l kimi iki fərqli mənada düşünmək olur. Azmaz özündən sonra fe'l gəlsə zərf, özündən sonra isim gəlsə say olacaq. Yanakı baxdı, burada zərf olacaq. Bir də yanakı sifət kimi işlənir özündən sonra isim gəldikdə. Yəni həm sifət, həm isim ola bilir. İki fərqli hissəsi olur. Birdir, yalnız say kimi işlənə bilir. Körpüyə, körpü, nə? Körpü isimdir. Əgər bunu tələffüz qaydasında yazsaydı iki cür düşünmək olardı. Körpə və körpü. Yazı qaydasında orfoqrafiya üzərində olduğu üçün yalnız körpü kimi düşünürük. Orqan vurğusu dəyişməklə mənası dəyişən söz olsa da nitq hissəsi dəyişmir. Hər məna tayı isimdir. Götürülmür. Yəni mənası dəyişən 2, 3, 4. Yəni olur A variantında. Daha sonra sual 88. Hansı cümlədə fərqli nitq hissəsinin sayı daha çoxdur? İlan zəhərindən, baxaq, ilan isimdir, zəhər isimdir, müxtəlif sifətdir, ölkə isim, xalq isim, təbabət isim, hələ zərfdir, qədim sifət, zaman isim, istifadə etmək fe'l. Burada fərqli olan cəmi 4 nitq hissəsi var. İndi isə baxaq B-yə. Bugün zərfdir, dünya isim, bir çox say, yer isim, təkrar yazmırıq, çay isim, quruyur fe'l və bağlayıcı, su isim, azalmaq fe'l, hadisə isim, yaşanır fe'l. Burada isə fərqlinin sayı 1, 2, zərf, isim, say 3, fe'l 4, bağlayıcı 5. Burada isə 5-dir. Hamı əvəzlikdir, gözəl sifətdir, gözəl bir ömür yaşamaq istəyir. Burada ədatdır, ömür isimdir, yaşamaq fe'ldir. Hər kəs əvəzlikdir, dünya isimdir, daha ədatdır, gözəl görmək istəyir. Necə cümlə tərzdə? Bu da zərfdir. Burada 1, 2, deməli ədat 3, isim 4, fe'l 5, zərf 6. 6-dır. Qorxu, qorxduğun şeydən daha çox ziyan və fəsad yarada bilər. Qorxu isimdir, qorxduğun fe'ldir, şey isimdir, daha ədatdır. Çox ziyan, çox saydır. Ziyan, fəsad isim, yarada bilər fe'ldir. Fe'l təkrar yazmayaq. Burada isə 1, 2, 3, 4 fərqli nitq hissəsi var. Burada və də var, bağlayıcı da var. Bunu da yazaq. 5 dənə fərqli nitq hissəsi var. Xeyirxah olan burada fe'ldir. İnsan isimdir. Yalnız ədatdır. Özünü əvəzlikdir. Düşünməz təkrar fe'ldir. Hər kəs əvəzlikdir. Əvəzlik əvvəldə yazmışıq. Öz əvəzliyidir. Ürəkdən kömək etməyə çalışır. Kömək etməyə çalışır. Bu da fe'ldir. Burada da deməli fe'l, isim 2, əvəzlik 3, daha doğrusu ədat 3, əvəzlik 4. Ürəkdən necə cümlə tərzdə ürəkdən necə cümlə tərzdə sualına cavab verir. Bu da zərfdir. Ürəkdən kömək etməyə çalışır. Burada da zərfdir. Fe'l 1, isim 2, ədat 3, əvəzlik 4, zərf 5. Burada da 5 dənədir. Daha çox olan oldu 6 dənə, yəni C variantında. Daha sonra sual 89. Yayda gözəl söyüd ağac əkmişdik. Odur ki, atam bizə oyuncaq medal vermişdi. Axşamlar uşaqların biri yaman ağlayır, ancaq nə qədər çalışsa da sakitləşə bilmirdilər. Cümlələr üçün ortaq, verilən cümlələr üçün fərqli cəhət tapmalıyıq. Biri haqqında düz, biri haqqında səhv olanı. Deməli, baxaq, bağlayıcı işlənən cümlədə saylı homonim olan ədat yer almışdır. Bağlayıcı işlənən cümlə. Birinci cümlədə bağlayıcı yoxdur. İkinci cümlədə bağlayıcı ancaqdır. Bağlayıcı işlənən cümlədə saylı homonim olan ədat.
Burada sa plus da ədaddır, lakin bu sayla homonim deyil. Burada biri, uşaqların biri yaman ağlayır. Biri saydır. Sayla homonim olan ədəd yox, ədədlə homonim olan say işlənibdir. İkinci cümlə haqqında səhvdir. Birinci cümlədə də bağlayıcı olmadığı üçün birinci haqqında da səhvdir. Hər ikisi haqqında səhv olduğu üçün biz biri götürmürük. Kəmiyyət zərfi quruluqça mürəkkəbdir. Birincidə kəmiyyət zərfi varmı? Yoxdur. Yayda zamandır. İkincidə də nə qədər kəmiyyət yox, sual əvəzlidir. Ona görə hər ikisində mürəkkəb əvəzlik, yəni kəmiyyət zərfi olmadığı üçün hər ikisi haqqında səhvdir. İsimləşmiş zaman zərfi ilə başlayan cümlədə baxaq, yayda zaman zərfidir, amma isimləşməyibdir. Axşamlar da isimin cəm şəkilçisini qəbul edib, amma onun isimləşməsi demək deyil, yəni ismin sualına cavab vermir. İsimləşmiş zaman zərfi ilə başlayan cümlə olmadığı üçün hər ikisi haqqında səhv olduğu üçün 3 də səhvdir. İsimdən yaranan zərflə başlayan yayda isimdən başlayan zərf var. Feildən yaranan isim də var. Yayda, oyun, oyuncaq. İsimdən düzələn zərf, feildən düzələn isim var. Bu da yalnız birinci cümlə haqqında düzdür. Çünki ikinci cümlədə axşamlar sadə zaman zərfidir. Bu biri haqqında düz, biri haqqında səhv olduğu üçün 4 cavabdır. Ədadla homonim olan sayın yer aldığı nümunədə şərt çəkilisi işlənib. Ədadla homonim olan say biri, şərt çəkilisi də çalışsa, sa. Birinci cümlədə isə yəni ədadla homonim olan say yoxdur. Eyni zamanda orada şərt çəkilisi də yoxdur. Biri haqqında düz olduğu üçün 5 düzdür. Mürəkkəb feillə bitən cümlə sakitləşə bilmirlər. Mürəkkəb əvəzlik zərflik rolunda çıxış edir. Bəli, nə qədər? Burada sual əvəzliyidir, mürəkkəb əvəzlikdir. Zərflik rolunda çıxış edir və cümlə sakitləşə bilmirlər. Mürəkkəb feillə bitir. Birinci cümlə haqqında səhv, ikinci cümlə haqqında düz olduğu üçün bu da fərqdir. Cavab olur 1-i də 6. Yəni 4, 5, 6 A variantı. Sonuncu sual 90. Verilən nümunələr əsasında uyğunluğu müəyyən edin. Deməli, şahın əmri ilə qonşu ölkəyə göndərilən ordu tezliklə geri qayıtmalı idi. Mərdanə davranışı ilə seçilən Bəhlul atasından qalan mülkü sataraq kənd cəmaatının borclarını ödədi. Yalnız biri haqqında doğru, hər ikisi haqqında yanlış. Aya baxaq, düzəltmə sifətlə başlayan cümlədə şah isimdir, mərdanə davranış, hansı davranış mərdanə? Mərdanə burada sifətdir. Deməli, ikinci cümləyə baxırıq. Mərdanə davranış ilə seçilən cümləyə düzəltmə sifətlə başlayan cümlədə cəm şəkilçisi qəbul etməyən toplu isim, bəli, cəmaat cəm şəkilçisi qəbul etməyən toplu isimdir və cümlə düzəltmə sifətlə başlayır. Bu yalnız ikinci cümlə haqqında düzdür. Bura yazaq birinci, bura ikinci. Birinci cümlə haqqında yox, ikinci cümlə haqqında düz olduğu üçün yalnız birinə aid doğru fikirdir. Birə yazırıq A-nı. Bu böyük düşdü. Birə yazırıq A-nı. 2-yə baxaq, B-yə. Bağlayıcı ilə homonim olan köməkçinin hissəsi tələffüz edilərkən sözə bitişir. Bağlayıcı ilə homonim olan köməkçinin hissəsi ilədir burada. Əmri ilə, davranışı ilə. Bu hər ikisi haqqında düzdür. Ona görə hər ikisi haqqında doğru olan fikir verilmədiyi üçün B-ni heç birinə yaza bilmirik. Sonra indiki zaman məzmunlu feili sifət olan cümlədə yalnız bir zərf işlənmişdir. İndiki zaman məzmunlu feili sifət burada göndərilən, burada da qalandır. Cümlədə yalnız bir zərf işlənib. Birinci cümlədə tezliklə və geri 2 zərf işlənib. Birinci cümlə haqqında səhvdir. İkinci cümlədə isə ümumiyyətlə zərf işlənmədiyi üçün bu cümlə haqqında da səhvdir. Hər ikisi haqqında səhv olduğu üçün 2-yə yazırıq C-ni. Müstəqil cümlə üzvü olmayan sifətin yer aldığı cümlədə. Deməli, birinci cümlədə ümumiyyətlə sifət yoxdur. İkincidə isə mərdanə sifətdir. Bəhlul, hansı Bəhlul? Mərdanə davranışı ilə seçilən müstəqil cümlə üzvü deyil. Adlı kallı 2 isim var. Davranış burada isimdir, adlı kaldadır. Bəhlul da adlı kaldı isimdir. Atasından çıxışlı kal, mülkü təsirli, kəndin cəmaatı, kənd qeyri-müəyyənli, cəmaatının yəli, borclarını təsirlik. Bəli, burada cəmi 2 isim adlı kaldadır və sifət burada müstəqil cümlə üzvü deyil. Bu yalnız ikinci cümlə haqqında doğru olduğu üçün 1-ə yazırıq D-ni. Sonra baxaq E-yə. Bir leksik şəkilçili feil olan cümlədə bağlayıcı ilə homonim olan ədad var. Bir leksik şəkilçili feil olan cümlə. Deməli, göndər, göndəril, göndərilən bir leksik şəkilçili feil olan cümlə var. Orada baxaq görək bağlayıcı ilə homonim olan ədad varmı? Bağlayıcı ilə homonim olan ədad. Şahın əmri ilə qonşu ölkəyə göndərilən ordu tezliklə geri qayıtmalı idi. Ədad yoxdur həmin cümlədə. Baxaq ikinciyə. Davranış isimdir. Seç, seçil. Burada bir leksik şəkilçili feil var. Bağlayıcı ilə homonim olan ədad varmı? Baxaq, bağlayıcı ilə homonim olan ədad. Mərdanə davranışı ilə seçilən Bəhlul atasından
deməli, mülkü də burada bağlayıcıdır, ədad deyil. Yəni, ikinci cümlədə bağlayıcı ilə olan ədad yoxdur. Bu hər ikisi haqqında yanlışdır. Heç biri haqqında düzgün fikir deyil. Ona görə 2-yə yazırıq. Y-ni ikisi haqqında da yanlışdır. Ə-yə baxaq. Düzəltmə zərf isimdən yaranmışdır. Düzəltmə zərf. Birincidə düzəltmə zərf tezliklə sözüdür. İkincidə zərf yox idi. Tezliklə sözdə tez, tezlik, tezliklə. Burada tezlik isimdir və isimdən düzələn zərf var. Bu da yalnız birinci haqqında doğru olduğu üçün biri haqqında doğru olaraq götürürük ə-ni. Cavab əslində olur 1-ə A, D, Ə, 2-yə C, Y. Lakin variantda səhv etmirəmsə D variantı veriblər. Burada əskiklik var. Yəni belə ki, bura D də yazılmalı idi. A, D, Ə. Yəni doğru cavab A, D, Ə, C, Y olan cavabdır. Yəni burada D yazılmayıbdır.